1992-ci ilin 23 fevralında Tovuz şəhərini təmsil edən Turan adlı yeni bir futbol klubu yarandı. Ölkə futbolunda özünə məxsus izi olan neçə istedadlı yetirməsi ilə öyünən, Azərbaycanı ilk dəfə Avrokuboklarda təmsil etməsi ilə tarix yazan Turan, 1992-ci ilin mayında start götürən 1-ci Azərbaycan çempionatının iştirakçıları arasında yer almağı bacardı. Turan Azərbaycan Premyer Liqası tarixində yeganə çempionluğunu 1993-94 sezonunda qazanıb. Bundan başqa bir dəfə gümüş, 2 dəfə isə bürünc medallara layiq görülüb. Həmin vaxt Azərbaycanın ən yaxşı futbolçuları Turanın heyətində cəmləşmişdi. Məhz bu qızıl dövr ərəfəsində qazandığı çempionluq sayəsində 1994-cü ilin UEFA kubokunda iştirak etməklə Turan Azərbaycanın Avrokuboklardakı ilk iştirakçısına çevrildi. UEFA həmin vaxt Azərbaycana cəmi bir vəsiqə ayırmışdı və çempion olan komanda UEFA kubokunda iştirak etmə hüququnu qazanırdı. Rəqibi isə Türkiyənin köklü klublarından olan Fenerbahçe idi. İstanbulda keçirilən ilk oyun Fenerbahçe'nin 5-0 qalibiyyəti ilə tamamlandı. Tovuz stadionu UEFA'nın tələblərinə cavab vermədiyinə və cəbhə bölgəsində yerləşdiyinə görə cavab qarşılaşması Sumqayıtın Mehdi Hüseynzadə adına olan stadionunda keçirildi. Avqustun 23-nə təsadüf edən həmin görüşdə Fenerbahçe qələbəyə sevindi. Azərbaycan çempionu rəqibinin vurduğu 2 topa da cavab verə bilmədi. 1992-ci ildən 2013-cü ilə qədər Turan adlanan Tovuz komandası bir müddət sonra Turan T'yə çevrildi. 2014-cü ildə isə adını Turan Tovuz olaraq dəyişdirdi. O vaxtdan bəri bu adla çıxış edən Tovuz təmsilçisi 2012-2013-cü illər mövsümünün nəticələrinə görə Premyer Liqanı tərk etməli olub. 2016-2017-ci il mövsümündə Turan Tovuz 1-ci divizyonun qalibi kimi elitaya vəsiqə qazansa da lisenziyalaşdırmanın tələblərinə cavab vermədiyi üçün Premyer Liqaya buraxılmadı. Uzun müddət maliyyə problemləri yaşayan Turan Tovuz bir də 10 ildən sonra 2022-2023-cü il mövsümündə Premyer Liqaya vəsiqə qazanmağı bacardı. Turanın formasını geyinmiş məşhur futbolçular arasında Nizami Sadıqov, Sakit Əliyev, Nadir Nəbiyev, Ruslan Abbasov, Rəşad Sadıqov, Eltay Aslanov, Musa və Qurban Qurbanovlar, Tərlan Əhmədov, Vidadi Rızayev, Avtandil Hacıyev və Rüfət Quliyevin adını çəkmək olar. Musa Qurbanov Turanın heyətində vurduğu 36 qolla Azərbaycan çempionatının ən yaxşı bombardiri olub. Komandanın qapıçısı Nizami Sadıqov isə 1106 dəqiqəlik quru seriya ilə dünyada 19-cu nəticəni göstərib. Vurduğu 19 qol ilə qolların sayına görə ilk 10-luqda yer alıb. Hər oyun xeyli azarkeş dəstəyini arxasına alan Turan Tovuz ev oyunlarını 6500 nəfərlik azarkeş tutumuna malik olan Tovuz şəhər stadionunda keçirir. Hal-hazırda Azərbaycan Premyer Liqasının 4-cü pilləsində qərarlaşan klub 29 oyuna 44 xal toplamağı bacarıb. 11 qalibiyyət, 11 bərabərlik və 7 EÇC ilə Konferans Liqasına vəsiqə uğrunda mübarizə aparır. Turan Tovuz 1-ci pillədə qərarlaşan Qarabağa qarşı isə 1-4 hesabı ilə məğlub olsa da, Qarabağı 2 səfər oyununda da məğlub edən yeganə komandadır.